Əliyev falsifikasiya edib, dokumentləri dəyişdirib, gizli saxlayıb ki, onun anası erməni olmuşdur. Orada yazılmasın. Erməni ilə evlənənə bütün qapılar açıq idi. Yaxşı, Heydər Əliyev ermənidirsə, anası ermənidirsə, niyə özünü gizlədirdi? Deməli, adamlar bilirmiş, vaxt gələcək Sovet hakimiyyəti dağılacaq. Vaxt gələcək Azərbaycan Ermənistan Qarabağ üzərində münaqişəyə girəcək. Baxına, bunu böyük institutlar lazımdır bunu eləməyə. Bunu bilərək özünün erməni olduğunu gizlədir. Hətta Tanatan kəndini boşaldır. İlham Əliyevin nənəsi, Heydər Əliyevin anası satanikdir. Adı satanik. Satanik Ermənistan lideri. Stepan Şaumyanın bacısıdır. Hətta Stepanakert verilən o Xan kəndi şəhəri onun adına verir. Bunu da bilməyən oğraş yox. Heydər Əliyevin anası satanik doymurmuş. Satanik Yekaterina'dan betər imiş. Və bir də burada xalqdan nəyə gizlədirlər? Heydər Əliyevin anasını şəxsən, namari 100 belə faiz deyirlərsə, Arxayın Mevzu bu kimi saxlayır. Naxçıvanlılar, Kəngərlilər. Əslində Naxçıvanlılar Kəngərli qəbiləsidir. Qəbildə də onlara Çingiyası deyirlər, o beləsinə. Çünki cavabını bulduğuna görə dəqiq edirəm. Onu tualetdə yandırırlar. Tualetdə nəyə görə? Səbəb çıxır. Bunun xarşənliyinə görə. Elə qızğın arvadıymış ki, o Şamyanın bacısı. İlham Əliyevin nənəsi, Heydər Əliyevin anası elə qızğın arvadıymış ki deyir. O uydurmaq olmur. Təsəvvür eləyin ki, o vaxtı Kəngərli kəndində tüm kəndin kişilərini yoldan çıxar. Bu kəndin kişilərini qrupa seksə soxur. Biri daldan, biri qabaqdan, biri ağzına, biri əlli. Hayır, kəndin arvadları yığışı gözlüyüblər qıraqdan. Tualetə girən kimi Heydər Əliyevin anası. Bizdə tualetdə taxtadan olurdu da o var. Tez qapısını daldan bağlayıblar. Otu töküblər üstə. Elə bir heyvana verilən otu da quru otu töküblər. Ot boy yandırırlar tualetdə. Ay adam doymurmuş, doysunma olmur. Niyə Katina nətər doymur? Bax elə. Ay deyir gəlin ocağa gələrdən qadan alayım. Gəlin ocağa gələrdən indi də mehribanı doydurmaq olmur. Bəstrinə, ay gör. Şaumyanın bacısı 3-cü arvad kimi kisəçiyə ərə verildi. Və kisəçiyə verilən kimi 3 ay ərzində analayacaq deyə qalmış çiftdə Əlizanın arvadı, satanik, Stepan Şaumyan bacısı. Tez onları Naxçıvana köçürürlər. Daha sonra Heydər Əliyev ümumiyyətcə Tanatan kəndindən olmadığı ortaya qoymaz üçün Naxçıvanın olduğu ortaya qoyulsun deyə. Tanatan kəndi yox, erməni əlaqəsini kəsmək üçün Tanatan kəndini qaşdaş üstə qoymurlar. Ermənistan milli qəhrəmanı, Ermənistanın ulu öndəri, ermənilərin nəyi bacısını 3-cü arvad kimi kisəçiyə niyə veribdi? Bunun bir səbəbi var. Stepan Şaumyan öz bacısını qayırıb, öz bacısı hamilə qalıbdır. O vaxtı hər adama belə qarnı şişən adama ərə vermək olmazdı. Sadəcə bir çulban tapıblar Əlirza adında. Ona verib 3-cü arvad. Göz gözü görmüyor hep Rus. Takipteler ses etmez sus. Bir vakit donmuştu beynim. Düzlükteyken bitmiş seyrim. Göz gözü görmüyor hep Rus. Heydər Əliyevlə Süleyman Dəmirəl dost doğmaca xaloğludur. Göz gözü görmüyor hep Rus. Takipteler ses etmez sus. Süleyman Dəmirəlin də anası, Heydər Əliyevin də anası Şamyanın erməni 26'ların içində Şamyan olubdu erməni. Onun dost olmaca bacısıdır. Hər ikisi. Ona göre Süleyman Dəmirəl göz gözü görmüyor hep Rus. Heydər Əliyev dost olmaca xaloğludur. O Sovet sistemində necə hərəkət etməli olduğunu yaxşı bilirdi. Misal üçün, Heydər Əliyev ermənilərin düşməni hesab edilsə də, o həm də ermənilərlə yaxşı münasibət qurmağı bacarırdı. 1970-ci illərdə Yerevana səfər etdiyi zaman onlarla erməni dilində danışması erməniləri təəccübləndirmişdi. Əlbəttə, onun rəsmi bioqrafiyasında Naxçıvanda doğulduğu yazılır. Lakin bilirik ki, o sərhəd kəndi olan və hazırda Ermənistanın Sisiyan ərazi vahidinə daxil olan Cömərtli kəndində doğulub. Erməni dilini yaxşı bilməsi də buradan qaynaqlanır. Bu barədə onun qardaşı mənə danışıb. Azərbaycan dili ilə yanaşı erməni və rus dilini də bilməsi ona asanlıqla hər kəs ilə dost olma imkanı yaradırdı. Although his official biography says he was born in Nakhchivan, we know that he was actually born just across the border in a village called Jomatli from this high position in 1987. Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifədən azad edilsə də, onu Azərbaycanda dəstəkləyən şəbəkəsi var idi. Ona görə də 1990-cı illərdə siyasətə gəlmə imkanı olsa da, Vəzirov, Ayaz Mütəllibov və digərlərinin büdrəməsini və doğru zamanı gözlədi. Çünki o həm də strategiyanı yaxşı bilən oyuncu idi. Heydər Əliyevin siyasi səhnəyə yenidən qayıdışı 1990-cı ildə yanvar hadisələrindən sonra Bakıdan bir qrup şəxsin onu ziyarət üçün Moskvaya getməsi ilə başladı.
O daha sonra Naxçıvana getdi. Azərbaycanda o hər kəsi yaxşı tanıyırdı. Ona görə də yenidən populyarlıq qazanması elə də çətin olmadı. Azərbaycanda böyük daxili siyasi gərginlik var idi. Qarabağdakı müharibə də ölkədəki narahatlığı artırırdı. Təbii ki, Heydər Əliyev yaxşı başa düşürdü ki, belə bir vaxtda siyasətə qayıtsa, insanlar arasında qısa müddətdə və asanlıqla populyarlıq qazana bilər və belə də etdi. Bu işdə həm də ona yaxından tanıdığı və ona loyallığı ilə seçilən şəbəkə kömək etdi. Napolyon Elba adasında öz qayıdışı üçün doğru zamanı gözlədiyi kimi, Heydər Əliyev də ziddiyyətlərin çoxaldığı anı gözlədi. 1990-cı illərin sonlarında Azərbaycanda Heydər Əliyev Ermənistanda Levon Ter-Petrosyan hakimiyyətdə olduğu zaman Qarabağ münaqişəsinin həlli üçün çox münbit şərait var idi. Lakin Petrosyana başlatdığı işi yekunlaşdırmağa imkan vermədilər. Lakin ondan sonra hakimiyyətə gələn Robert Koçaryan bu münaqişənin yeganə qalibi olmaq istəyirdi. Prezident Levon Ter-Petrosyanla Heydər Əliyevin çox isti münasibətləri var idi. Bundan əlavə onların müşavirləri olan Vəfa Quluzadə və Jirard Libaridyan arasında da həm rəsmi, həm də qeyri-rəsmi formada səmimi münasibətlər mövcud idi. Hazırki vəziyyətdən fərqli olaraq o vaxt liderlər arasında olan mehriban münasibətlər həm münaqişəni həll etməyə, həm də xalqları yaxınlaşdırmaq baxımından böyük imkan yaradırdı. Առաջին ժամանակաշրջանին Հայաստանի առաջին ադմինիստրացիա Heydər Əliyev və Levon Ter-Petrosyan arasında münasibətlər ehtiram və qarşılıqlı etimada əsaslanırdı. Etimad çox vacib amildir. Xüsusilə belə bir mürəkkəb məsələ ilə bağlı danışıqlarda müsbət irəliləyiş belə minimal etimad əsasında mümkündür. Və bu var idi. Və hər ikisi də tam səmimiyyətlə münaqişənin dinc yolla həllinə inanırdı və müxtəlif yollarla buna nail olmağa çalışırdılar. Və biz Heydər Əliyevin zamanında məsələnin həllinə çox yaxınlaşmışdıq. O illər, daha doğrusu bütün illər ərzində 2 dəfə sülhə yaxın olmuşuq. Lakin əldən buraxdıq. Heydər Əliyevin ən çox tənqid olunduğu məsələlər isə Azərbaycanda demokratik ənənələri qorumaması və korrupsiyaya göz yumması iddialarıdır. Haydar Bey rahmete gitmeden birkaç ay ve yıl önce hastaydı. Onu kendi vaziyetini gayet iyi biliyordu ne olacağını. O seçkilere de gitmedi. Ancak İlhan Bey'i şeye getirdi, başbakanlığa getirdi. Ondan sonra da işte biliyorsunuz zaten Azerbaycan bürokrasisi, Azerbaycan hakimiyeti o vakti yani 2002 yılında tamamıyla Haydar Bey'in takımıydı. Demokrasi kalmadı. Öylece İlhan Bey de seçilmiş oldu. Yani bir tayfa devamlılığı oldu. Onun hakimiyyətinin son illərinə yaxın Azərbaycanda korrupsiya halları da olduqca artdı və Heydər Əliyev bunun qarşısını almağa həvəs göstərmirdi. Çünki neft şirkətlərindən gələn gəlirləri hakim təbəqə və nazirlər arasında paylaşdıraraq onların hakimiyyətə sadiqliyini garantiya altına almağa çalışırdı. Heydər Əliyev Azərbaycana sabitliklə yanaşı avtoritarlığı gətirən güclü əl idi. Jurnalist Arkadi Vaksberg 1991-ci ildə çap etdirdiyi Sovet mafiyası kitabında yazırdı ki, SSR-də ən çox korrupsiyaya məruz qalan və mafiyanın olduğu 2 ölkə var idi. Onlardan biri Özbəkistan, digəri isə Azərbaycan idi. Əlbəttə, Azərbaycanda korrupsiya 1970 və 1980-ci illərdə gücləndi və həmin vaxt Heydər Əliyev Sovet sisteminin mərkəzində yer alırdı. Heydər Əliyevin NKVD kimi tanınan Daxili İşlər Komissarlığındakı iş təcrübəsini də nəzərə alsaq, onun amansız olduğunu, qəddar olduğunu da bura əlavə edə bilərik. Ona görə də müstəqil Azərbaycanın Heydər Əliyev erasında hökumətin feodal formada qurulduğunu, monarxın ən yuxarıda, xalqın isə ən aşağıda olduğunu görürük. And the subjects underneath, who were more subjects than citizens, that for sure dates also to the Haydar Aliyev.